İmam Hüseyin əleyhissalam Kərbəlada necə qalib gəldi? Mütəal Allah buyurur: Ey iman gətirənlər! Əgər Allaha, onun peyğəmbərinə, dininə və kitabına yardım etsəniz, Allah da məqsədlərinizə çatmaqda sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər. Məhəmməd 7. Qələbə nə deməkdir? Qələbə mütləq döyüş meydanında hərbi üstünlük əldə etmək demək deyil. Əsl qələbə ilahi risalənin təmsil etdiyi haqqın, prinsiplərin və dəyərlərin batilə qalib gəlməsidir. Quranda qələbənin qəti olması. Mütəal Allah buyurur: Möminlərə daim kömək etmək bizim öhdəmizdə olan bir haqqdır və vacibdir. Rum 47. Başqa bir ayədə buyurur: Allah öz əzəli elmi ilə lövh-i məhfuzda yazmış və qərara almışdır ki, mən və peyğəmbərlərim qalib gələcəyik. Şübhəsiz Allah qüvvətli, qüdrətli və məğlub edilməzdir. Mücadilə 21. Bu qələbə həm dünyada, həm də axirətdə gerçəkləşir. Həqiqətən biz öz peyğəmbərlərimizə və onlara iman gətirənlərə dünya həyatında müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə və peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl şahidlərin ayağa qalxdıqları gündə qiyamətdə mükafat və cəzanın icrası istiqamətində kömək edərik. Ğafir 51. Şəhadət fərdin qələbəsidir. Qurani Kərim şəhadəti iki gözəl aqibətdən biri və qələbənin ayrılmaz tayı hesab edir ki, möminlərin hər bir halda qalib olduqlarını bəyan etsin. Mütəal Allah buyurur: yoxsa bizim üçün iki gözəl xislətdən, döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan başqa bir şey gözləyirsiniz. Tövbə 52. Beləliklə, kafirlər hər iki halda məğlubdurlar, ya dünyada möminlərin əli ilə, ya da axirətdə Allahın əzabı ilə. Digər ayədə buyurulur: Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb. Bu malın verilmək tərzi belədir ki, onlar Allah yolunda vuruşurlar, beləliklə öldürürlər və öldürülürlər. Tövbə 111. Buna görə də İmam Əli ibn Əbu Talib şəhadət aldığı anda belə buyurdu: Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım, qalib oldum. Kərbəlada qələbənin təzahürləri. 1. Müsibətin həqiqətinin üzə çıxması. İmam Hüseyin ibn Əli əleyhissalam düşmən qoşunlarına baxaraq belə buyurdu: Necə də çox qəm və sıxıntılar olub ki, qəlbi zəiflədib, çarəni azaldıb, dostu aciz qoyub, düşməni sevindirib. Lakin Allah onları aradan qaldırdı və qəm-qüssəni açdı. İmam bununla Kərbəla hadisəsini ümmətin üzərindən qaranlığı götürən və həqiqəti aşkar edən bir dönüş nöqtəsi hesab edirdi. Məşhur beyt də bunu ifadə edir: Əgər Məhəmmədin dini yalnız mənim qətlimlə ayaqda qalacaqsa, ey qılınclar, doğrayın məni. 2. Yolun davamlılığı. Bu yolun siyasi səhnədən silinməsi üçün nə qədər cəhd göstərilsə də Hüseyni məktəb yaşamağa davam etdi. Bugün İslam ümmətinin əldə etdiyi bir çox mənəvi nailiyyətlər də həmin Hüseyni yolun davam etməsinin bərəkətidir. İmam Xomeyni buyurmuşdur: Bizdə olan hər nə varsa Aşuradandır, İmam Hüseynin Aşurasındandır. 3. Fəth və qələbə. İmam Hüseyin əleyhissalam buyurmuşdur: Agah olun. Kim mənə qoşularsa şəhid olacaq. Kim qoşulmasa fəthi dərk etməyəcək. Bu söz göstərir ki, İmam Hüseynin, Əhl-i Beytinin və səhabələrinin şəhadəti ümmətin gələcək qələbəsinin yolu idi. Burada fərdin hesabı ilə ümmətin hesabını bir-birindən ayırmaq lazımdır. Çünki bəzən ümmətin qələbəsi fərdlərin şəhadəti bahasına əldə olunur. Buna görə də İmam Hüseyin döyüş meydanında zahiri hərbi üstünlükdən daha çox şəhadəti seçdi.
Çünki o bilirdi ki, həqiqi qələbə qarşıya qoyduğu ilahi məqsədlərin həyata keçməsi, haqqın batilə qalib gəlməsi və Allahın razılığına qovuşmaqdır. İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Mütəal Allah qələbəni Hüseynə nazil etmişdi, o qədər ki, göylə yer arasında yalnız bir seçim qalmışdı. Sonra ona seçim verildi, qələbə yoxsa Allahla görüş. O isə Allahla görüşü seçdi.